Hər vaxtınız xeyir uşaqlar. Nəhayət ki, kəmiyyətin dəyişməsinin faizli ifadəsi mövzusunu iş dəftərindən izahına baxırıq. Sxemdən deyil istifadə etməklə suallara cavab ver. Çaydanın qiyməti 80 manatdan 56 manata endirilib. Yeni qiymət əvvəlkinin neçə faizinə bərabər oldu? Bunu necə tapırıq? Yeni qiymət əvvəlki neçə faizinə bərabər oldu deyəndə bizim 80-dən 56 enib deyə. 56 bölünsün 80 vurulsun 100'ə. Yəni bu etdi 70%. Sonra deyək ki, qiymət neçə faiz dəyişdi? Birincisi 100% götürülür. Əlbəttə ki, biz bilirdik, bütöv məsələn pulumuz 100%-dir. 70%-i çıxdığımız zaman edir 30%. Yəni qiymət 30% endi. B-də deyir ki, 80 manata satılan gödəkçənin qiyməti mövsümündə 96 manat oldu. Yenə bizim yeni qiymət əvvəlki neçə faizinə bərabər olduğunu tapmaqdan ötürü 96-nı sonuncu elə bir ki, qiyməti əvvəlki qiymətə bölüb 100-ə vururuq. Bu da etdi 120%. Qiymət neçə faiz dəyişdi? Biz demişdik axı, özümüzün bildiyimiz 100%'dir. Həmən biz bu 120-dən 100%'e çıxdığımız zaman taparıq ki 20% artıb. Buradan görürüz 80-dən 96-ya gedibsə artmaq deməkdir. 80-dən 56-ya gedibsə enmək deməkdir. İkinci sualımızda. Kəmiyyətin qiymətinin nə qədər artdığını yaxud azaldığını tap və dəyişməni faizlə ifadə et. Deməli, ilkin kütləsi 12 kiloqram olub, quzunun kütləsi 15 kiloqram olub. Yəni 12 kiloqramdan 15 kiloqrama getdi də bunun artımı nə qədər olub? Artımı, yəni 15-dən 12-ni çıxaram, artımı 3 kiloqram olub. Artım 3 kiloqram olur. Faizlə ifadə etdiyimiz zaman biz demiş sonuncunu artımımız nə qədərdirsə, əvvəlki kütləyə nisbətin faizlə ifadəsini yazmış oluruq. Bu edir 25%. İlkin qiyməti 150 manat olan ütünün qiyməti 120 manat oldu. Yəni 150 imiş, sonra 120 olub. 30 manat neyiniyib bu? 30 manat azalıb. Yenə biz 30-un 150-yə nisbətinin 100%-ni tapsaq, taparıq ki 20% burada da azalma olub. Burada artmadır, burada isə azalma. Tənasübdən istifadə etməklə sonraki qiymətin əvvəlkinin neçə faiz olduğunu tap, kəmiyyətin qiymətin neçə faiz artdığını və ya azaldığını yaz. Məsələn, biz qısa şərti ilə burada yazıb, tənasübü də elə bu şəkildə qoyacaq. Bizdə burada verir, bax, 100%-də nə deməkdir? 100%-də ilkin qiymətimiz 600 manatdır. Yəni 100-də 600-dür. Sonra deyir ki, 540-da P-dir. Yenə biz manatı bilirik ki, manatın altından yazırıq da, yəni 540 manatda da P-dir. Faizi biz tapdığımız zaman, deməli, necə yazırıq? 600 bölünsün 540-a. Yəni buradan P nəyə bərabər olur tənasibi qurduğumuz zaman? P bərabər olur ki 100 vurulsun 540 bölünsün 600-ə. 100-ü deməli biz 540-a vurub 600-ə böldüyümüz zaman alırıq 90%. Bunu yazdıq ki 90%'dir. Azalma faizidir. 100-dən 90'ı biz çıxmalıyıq. Almalıyıq ki cavabımız 10% azaldı. İkincisi B-də yenə ilkin qiymət 40 manatdır. Yəni mənim 100%-im 40 manatdır. Bəs yaxşı 52 manatım neçə faizdir? Onu tapmış oluruq. Yenə biz 40-ı bölməliyik 52-yə. P-ni tapdığımız zaman 100-ü vurmalıyıq 52-yə, bölməliyik 40-a. Bu da edəcək 130%. 130%-i tapdıq. Gördünüz, burada artmadı. Artma olduğuna görə böyük bu hissədən yazılacaq. 130-dan 100-ü çıxdığımız zaman deməli 30% artmış olur. Diaqramda illər üzrə hər hektarda yığılan məhsulun miqdarı tonla haqqında yəni məlumat verilib. Biz buradan baxaq. 2021-ci il nə qədərdir? 2021 40-dır. Buradan yazaq. Görünür 40 tondur. 2022 30 tondur. Və 2023 45 tondur.
Bunları yazdıq. Deyək ki, 2022-ci ildə hər hektardan yığılan məhsul 2021-ci ildəkinin neçə faizini təşkil edir? 2022-dəkinin neçə faizini təşkil edir? 2022-də nə qədər idi? 30 idi. 30-u 21-də nə qədər idi? 40-a vururuq 100%. Bu edir 75%. Bunu tapdıq. B variantında deyək ki, 2022-ci ildə məhsuldarlıq 2021-ci ilə nəzərən neçə faiz azaldı? 2022-də nə qədərdir? 30-dur. 2021-də 40-dır. Yəni 40-dan biz 30-u çıxdığımız zaman bu 10 ton bildik ki, hələ bu azalıb da. Yəni ondan sonra neçə faiz azaldığını tapmaqdan da ötürü onun 40-a nisbətinin 100% olduğunu yazırıq. Edir 25% azalıb. 2023-cü ildə məhsuldarlıq 2022-ci ilə nəzərən neçə faiz artdı? 2023-də 45-dir, 2022-də 30-dur. Yəni biz yenə 45-dən 30 çıxarıq, edər 15 ton. Həmin bir 15-in 30-a nisbətini, çünki 2022-də 30 olub. Olsun 100%-ə, bu da edir 50% artmışdır. Bu şəkildə. 5-ci sual. Bağban perimetri 20 metr olan kvadrat formalı bağçanı genişləndirdi. Yeni bağça perimetri 24 metr olan kvadrat formasında oldu və suallar verir. Bağçanın əvvəlki sahəsi nə qədərdir? Biz bilirik ki, bizə verilib P bərabərdir 20 metrə. Kvadratın perimetri necədir? P bərabərdir 4A-dır. Bizə buradan P-ni verdiyinə görə mən A-nı tapa bilərəm. A-nı buradan necə tapıram? A bərabərdir P bölünsün 4-ə. Yəni 20-ni mən 4-ə bölərəm, alaram ki 5. 5-i aldıq. Sahəni soruşduğuna görə sahənin düsturumuz nədir kvadratda? A-nın kvadratı. Yəni 5-in kvadratı bu deyir 25 metrin kvadratı. Bunu tapdıq. Sonra yeni bağçanın sahəsini soruşur. Yeni bağçanın da perimetri 24 metrdir. Bunu da verir bizə. Mən yenə buradan P bərabərdir 4A düsturunu yazsam. A-nı tapsam P böl 4 yazacam. 24-ü böləcəm 4-ə eləyəcək 6. Sahəsini tapmaq istənilir. A-nın kvadratı 6-nın kvadratı deməkdir. Bu da edir 36 metrin kvadratı. Yeni bağçanın sahəsi deyir əvvəlki sahənin neçə faizinə bərabər oldu. Yeni bağçamız nə qədər idi? 36 idi. Əvvəlki nə qədər idi? 25 idi. Biz həmin 36-nı 25-ə bölüb vurarıq 100%-ə. Bu da edər 144%. Deyir, bağçanın sahəsi neçə faiz artdı? 144-dən həmin sahəni 100% götürürəm deyə edər 44% deməli artdı. Bu şəkildə. 6-cı nədir? Cədvəldə 2021 və 2022-ci illərdə A və B kəndlərində əhalinin sayı haqqında məlumat verilib. Hansı kənddə əhalinin artım faizi daha yüksək olur? Baxırıq ki, biz yazaq A kəndində deməli 2021-də 4000 nəfər olub, 2022-də 4240 olub. Yəni mən 4240-dan 4000-i çıxdığım zaman taparam ki 240 nəfərdir burada. Yəni artım. Yəni B-yə keçməyək. Birinci hansı kənddə əhalinin artım faizi daha yüksək oldu? Həmən bu 240-dan biz yola çıxaraq artım faizini tapmalıyıq. 240-ı da biz bölməliyik 4000-ə. Əvvəlki ilə. Vurmalıyıq 100-ə. 100%-ə. Yəni tapdıq ki 6%-dir. Bu şəkildə. İndi B kəndinə baxaq. B-də nədir? 6300-dən 6000 çıxdığımız zaman bu da tapırıq ki 300 nəfər, yəni artım olub da. Yenə biz 300 nəfəri əvvəlkinə 6000-ə bölüb 100-ə vurduğumuz zaman faizlə tapanda. Bu da edir 5%. A kəndində artım faizi daha yüksəkdir. Bu 5%dir, bu 6%dir. A daha yüksəkdir. Bura yazaq. A yüksəkdir. Sonra deyək ki, bu iki kəndin əhalisi ümumilikdə neçə faiz artdı? Ümumilikdə neçə faiz artmaq nə deməkdir? Yəni bunları görün buradan yazsam çatsa.
A kəndində nə qədər əhali var? Yəni 4000-dən mən ümumi əhalinin 2021-ci ildə, daha doğrusu 2021-ci ildəki əhalini tapmaqdan ötürü heç A-nı yazmırıq. 2021 yazırıq bura. Mən 4000-in üstünə 6000 gəlməliyəm. Bu nə qədər edəcək? 10.000 nəfər edəcək. Sonra 2022-ni tapmalıyam. 4240-ın üstünə 6300 nəfəri gəlməliyəm. Bu da edəcək, deməli 10540. Bunu tapdıq. Sonra deyir ki, bu iki kəndin əhalisi ümumilikdə neçə faiz artdı? Onu tapmaqdan ötürü mən yenə 10540-dan 10.000-i çıxmalıyam. Görüm hələ nə qədər adam artıb, yəni 540 nəfər artıb. Həmən bu 540-ı faiz artımı ilə də tapdığımız zaman 540-ı böləcəyik əvvəlkinə 10.000-ə, vuracaq 100%-ə. O da bərabər edəcək 5,4 faiz. Deməli 5,4 faiz artım olub. Bu da bu şəkildə. 7-ci. İdman malları mağazasında 25% endirimdən sonra futbol köynəyinin qiyməti 36 manat oldu. Futbol köynəyinin ilkin qiyməti nə qədərdir? Ümumiyyətlə 25% endirimdən sonra qiymət 36 manat artıbsa, bu qiymət ilkin qiymətin 75% deməkdir də. Yəni 100-dən 25 çıxdığımız zaman 75-i alırıq. 75%-də həmən 36 manatdırsa, 100%-də neçə manat olduğunu biz tapmalıyıq. Yəni x bərabərdir 36-na vurmalıyıq. 100-ə bölməliyik 75-ə. Bu da edəcək 48. Deməli köynəyin ilkin qiyməti 48 manat olub. 8-ci misal. 8-ci misal faiz artımının düsturuna aiddir. Burada kənarda hardan yazım bunu? Faiz artımının düsturu. AN bərabərdir S0 vurulsun. 1 üstə gələ plus da ola bilər. Artma azalmaya görə 100 bölünsün üstü N. İndi burada göstərəcək. İlkin məbləği bizə 4000 verib. 4000 S ilə işarə olunur. Elə burada yazaq 4000. İllik artım faizi P ilə işarə olunur. Müddət də N ilə işarə olunur. Düzdür, bizə də A2-ni verir. Onsuz da A2-ni verirsə, yəni N-in 2 olduğu deməkdir bu. Düsturumuz nə idi? Burada yazaq yenə. S0 vurulsun. P üstə gələ. Artım dediyinə görə burada artım üstə gəlmə olacaq. P bölünsün 100 üstü N. Bərabərdir. Bunu adi qayda ilə hesablamaq lazımdır. Bir yerinə yazıram, sonra qiymətin, yəni S-in yerinə bura 4000-dir. Bunu deyir sizə. Daha doğrusu niyə üstə gəlmə yazıb? Yox, bunu bir dəqiqə silim. Mən düşündüm ki, onu üstə gəlmə kimi qoyub ki, cavabını yazasın. Şimdi gəlin hesablayaq. Bu nə idi? Aha. Burada hesablayaq. A bərabərdir, A2 bərabərdir. S0 vurulsun, 1 üstə gələ, P bölünsün 100-ə. Üstü N bərabərdir. Biz dedik ki, S-imizin qiyməti. S-imiz 4000-dir. 4000 vurulsun, 1 üstə gələ. P-imiz nə qədərdir? 5-dir. Bölünsün 100-ə. N-imiz nə qədər idi? N-imiz də 2-dir. Bərabərdir. 4000 olduğu kimi qalacaq. Vurulsun, 1 üstə gələ. 5-i biz 100-ə böldüyümüz zaman edəcək 0,5. Kvadrat olduğu kimi qaldı. Yenə 4000 vurulsun. 1-in üstünə 0,5 gəldiyimiz zaman 1,5 edəcək kvadratı. Yəni 4000 vurulsun. 1,5-in kvadratı da 1,1025-dir. Bunlar da bir-birinə vurduğumuz zaman 4410 manat edir. Bunu biz yazdıq. Gəlin elə birbaşa qiymətini buradan yazın. Bu şəkildə. Sonra keçdik ikincisinə. Verilənləri yazaq, sonra misalı hesablayaq. S0-ım yenə verib 3000. İllik faiz artımım 4-dür, P-imiz 4-dür. Müddətimiz də 3-dür, yəni N-imiz də 3-dür. Burada da özü qeyd edib. Yenə buradakı düsturumuz 1 üstə gələk. P bölünsün 100 üstündə 3-dür. Bərabərdir yazaq. A3 bərabərdir. S0 1 üstə gələk. P bölünsün 100 üstü N-ə. Deməli, S0-ımız nə qədərdir? 3000.
vurulsun. Bir üstəgələ. P'miz nə qədər idi? 4 bölünsün 100'ə. N'imiz də 3'dür. Bu misalı hesaplamalıyıq. Yəni 3000 vurulsun. Bir üstəgələ. 4'ü biz 100'ə böldüyümüz zaman edəcək 0.04. Yəni 0,4. 3 olduğu kimi qalacaq. 3000 vurulsun. 1'in üstünə 0,4 gəldiyimiz zaman 1 tam %4 edir. Kubu da olduğu kimi qalır. 3000 vurulsun. 1.16. Bu da bərabərdir 3244,8 manata. Bu şekilde. Qiyməti də buraya yazaq. Siz orada görürsünüz. 8 bu sonuncusu. Və sonuncu 9-cu misala da baxaq və yekunlaşsın. 9-cu misalı da dəftərdə yazacaq, sonra cavabı nəyə birbaşa yazarıq bura. Gəlin görək nə deyir amma. Deyir, mağazada kampaniya zamanı məhsullar müəyyən müddətdə möhlətlə satılır. Hər ay məhsulun ilkin məbləğinin müəyyən faizini ödəməklə növbəti aya borc hesablanır. Alıcı hər ay ilkin məbləğin 10%-ni ödəmək şərti ilə qiyməti 800 manat olan soyuducu aldı. Alıcının göstərilən müddətdə borcunu tap. Yəni 3 ay sonra alıcının nə qədər borcu olacaq? 8 ay sonra nə qədər borcu olacaq? Biz onu tapmalıyıq. Bizim burada yazmalı olduğumuz azalan qalıq ümumiyyətlə azalma faizi ilə borc hesablanması ilə bağlıdır da. Yəni hər ay borcun 10% ödənirsə, yəni qalıq borc hər ay 90% enir də. 100-ün məsələn 10%-ni ödəmişəmsə 90% qalır. İlkin məbləğimiz bizim nə qədərdir? 800-dür. Bu 800-ü biz nə ilə işarə eləmişdik? S0-la. Aylıq azalma faizi nə qədərdir? Aylıq azalma faizi də 10%dir. Biz həmin bu 10%-i də P ilə işarə eləmişdik. Müddət nə qədərdir? Müddəti də deyir də onsuz da 3 aydır. Bu da 3 ay yazaq. N ilə işarə olunur. Yenə 800-ü bura gətirdiyimiz zaman burada isə azalma olduğuna görə düsturumuz bu şəkildə olacaq. S0 vurulsun, 1 çıxılsın, P bölünsün. 100 üstündə N. İndi gəlin bunu hesablayaq. A3 bərabərdir S0 1 minus P bölünsün 100 üstü N. S0'ım 800'dür. 1 çıxılsın 10 bölünsün 100 üstü 3'ə. Bu şəkildə. 800 vurulsun. 1'dən çıxdığımız zaman 10'u 100'ə böldüyümüz zaman 0,1 üstü 3. 800 vurulsun. 1'dən 0,1 çıxdığımız zaman 0,9 edir. Bunun kubu. 800 vurulsun. Deməli 0,729 bərabərdir. Bu edir 583,2. Bunun qiymətini tapdıq. A3'də tapdıq ki, cavabımız 583,2 manatdır. Yəni. Sonra deyir ki, 8 ay sonra alıcı nə qədər borcu qalar. Yenə ilkin məbləğimiz nə qədərdir? 800'dür. Burada yazaq 800. Sonra aylıq azalma faizi nə qədərdir? Yenə burada onsuz da 10%dir. Bu da P olduğunu bilirik. Müddət nə qədərdir? Yazıb 8 ay. Yəni enimizdə 8 aydır. Burada yenə düsturumuz S0 1 çıxılsın P bölünsün 100. Enimiz də 8 olduğuna görə 8 yazılacaq. Deməli A8 bərabərdir 800 vurulsun 1 çıxılsın. Birbaşa yazıram. 10 bölünsün 100 üstündə 8. 800 vurulsun 0,9 edir. Yuxarıdan da yazmışıq onsuz da. Üstü 8. 800 vurulsun 0,9'un üstü 8 belə bir ədəd alınır. Bunu da biz təqribi, məsələn bu vurduğumuz zaman 344,37, 68. Təqribi bunu biz 344,37 manat kimi götürürük. Bu çox uzundur da, bunu yazsaz da olar, yazmasaz da olar. Yenə də burada yazacağım ki, sizə aydın olsun. Bərabərdir, deməli tapmışıq. 68. Təqribi də bunu götürdüyümüz zaman 344,37 manat. Bu şəkildə yazıldı.